Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir. Saray qəsəbəsində 4 otaqlı ev 80.000 manatadır. 2 sotun içərisindədir, şəxsi özləri üçün tikilmiş evdir. Yerləşdiyi ərazidə Saray qəsəbəsində top market var, təzə yoldan gələndə. Ondan üzbəyizdir. Qaz, su, işıq sayğacları var, şəxsi özlərinə tikilmiş evdir, çoxdankı evdir. Mütləq gəlin bu evə baxın, indi mən izah edirəm evin nələri var. Burada darvazası var, bir dənə oradan darvazanı göstərək. Darvaza belə siyirmə açılandır, belə reys nədir, siyirmə açılır. Üstündə kaziroku var, burada üzüm tənəkləri var. Burada belə güllər əkilib, qəşəng səliqəli. Sonra daha nələr var? İndi bunlara baxaq. Bax, burada yaxındaşı zəhmət olmasa həyət üçün ayaq yoludur. Həyət üçün ayaq yoludur burada. Burada da həyət üçün mətbəxdir. Zəhmət olmasa mətbəxi də göstərək. Bu da həyət üçün mətbəxdir. Bunu da göstərin. Evin içində də var, bayırda da var. 80.000 manatadır, qiymətində endirim olunacaq. Bax belə. Qaz xəttinə qədər çəkilib hazırdır. Sonra bura baxın, burada da kombinin yeridir. Hazır. Burada da padvala düşmək üçündür. Düz ayaq üstə durmaq olmur, amma beton stəşqalı padvaldır. Mütləq gəlin buna evə baxın. Dəmir rəşotkalarına qədər qurulub hazırdır. Şəxsi özləri üçün tikilmiş evdir, yaşayış evidir. 80.000 manatadır. Qiymətində endirim olunacaq. Yavaş-yavaş yaxınlaşaq evə. Bax, yavaş-yavaş buradan yaxınlaşırıq evə. Evimizin bu girəcək koridorudur. Bax, belə bir koridordur. Koridorla düz gəlirik qonaq otağına. Zəhmət olmasa yaxınlaşın. Görün, nə boyda qonaq otağı var, zalı. Bax, belə bir qonaq otağıdır. Bax, bura qədər gəlirəm ki, görəsiniz. Seksiya radiatorları var, kombisi var, mətbəx mebeli var, lüstri hazır, kondisioneri hazır evdir. Bax, zəhmət olmasa oradan da bir dənə çəkin. Bir dənə zalın böyüklüyünü istəyirəm, tam görəsiniz. Bax, belə bir böyük zaldır. Bir dənə bu tərəfi də göstərin. Bax, belə. Davam ilə obursu otaqları göstərim sizə. Saray qəsəbəsində top marketin yanındadır bu ev. Torpağının çıxarışı ilə satılır. Torpağının çıxarışı ilə. Buradan yaxınlaşaq mətbəxə. Bax, bura mətbəxidir. Görürsünüz, mebeli, qaz peçi, aspiratoru, paltaryan, xaladenik, hər bir şeyi var. Bu paltaryan, xaladenik götürəcəksiniz, qalacaq. Aparacaqsınız. Danışmaqdan asılıdır. Hə, ev yəsi dir gəlib danışarıq. Qala da bilər, götürə də bilərik. Davam eləyək. Burada bir yataq otağı var. Bax, bir yataq otağı buradadır. Bunun içindəki mebellərdə istəsiniz danışarsınız, saxlaya da bilər. İstəməsiniz qiymətdə razılaşa bilməsiniz, özlərinin apara da bilər. Bu evin içindəki sanitar qovşağıdır. Bura baxaq. Həyətdə də var, evin içində də var. Tam hazır vəziyyətdədir. Sonra davam eləyək. Burada bir yataq otağıdır. Bax, koridorla gəlirik. Burada bir yataq otağıdır. Bir yataq otağı buradadır. Bir yataq otağı da buradadır. Bax, bu böyük yataq otağıdır, bax. Bura qədər gəlirəm ki, tam görəsiniz. Bax, belə. İndi burada paltarlar tör-törsündür. Bu öz şeyli paltarlardır, bunları aparacaqlar. Deməli, Saray qəsəbəsində top marketin hardasa bir yəqin bir 350-400 metr məsafədədir. 4 otaqlı evdir, zəhmət olmasa yaxınlaşın. 4 otaqlı evdir, 2 sotun içərisindədir, torpağının çıxarışı ilə satılır. Qaz, su, işıq sayğacları var, interneti var, hazır yaşayış evidir. Qiymətində razılaşacaqlar ev yəsləri özü. Aşağı qiymətdə endirim olunacaq. Bir də nə istəsiniz əlavə qalacaq. Xuna mebeli, kombi, radiator, bunlar qalır. Əlavə nəsə istəsiniz saxlamaq, yenə ev yəsindən danışarsınız, onları saxlamaq mümkündür. Sağ olun.